ikinci gündür. Yine aşağı səhər yeməyə yeni düşmüşük. Sonra da gedəcəyik mühəndis yerlər gəzməyə. Bugünkü ilk istiqamətimiz rəsm qalereyasıdır. Dostlar, mənim ən çox bəyəndiyim əsər bu oldu. Bu şəkildə rəssam kazarmanı, hərbi hissəni təsvir eləyib. Bu rəsm isə kubizm üsulu ilə çəkilmişdir. Cəfər Cabbarlının dram əsəri olan Sevilin baş qəhrəmanı Sevilin heykəlidir. Bu şəkil isə basma üsulu ilə çəkilmişdir. Basma üsulunda əvvəlcə daşın üstünə rəsm çəkilər, sonra isə kağızın üstünə bastırılaraq ora köçürülərdi. Bu da ən bəyəndiklərimdən biri olan ata və oğlu heykəlidir. Bu əsərdə isə rəssam ilk müəllimini təsvir eləyib. Bu şəkil isə Azərbaycanın ilk qadın rəssamlarından birinə məxsusdur. Bu rəsm əsərində isə Adəm və Həvva təsvir olunmuşdur. Həvvanın əlindəki alma isə artıq hər şey üçün çox gözəl olduğunu deyir. Bu heykəllər isə 20 yanvar faciəsini əks elətdirir. Gördüyünüz şəkildə linografiya üsulu ilə çəkilmişdir. Burada daşın içi oyulur, ora boyalar vurulur, sonra isə kağıza köçürülür. Burada ana və oğlu təsvir olunmuşdur. Körpənin isə ağızdan asılması onun yeni çıxan budaqlar kimi körpə, yeni həyata başlayan olduğunu göstərir. Bu rəssamın elə öz şəklidir. Bu şəkildə isə xəyal bir obraz çəkilmişdir. Onun boynunun çox uzun olması isə onun nə qədər gözəl olduğunu göstərir. Dostlar, mən qaleriyanı çox bəyəndim. Həqiqətən çox gözəl sənətkarlıq nümunələri var idi. Şəkiyə gəlsəniz mütləq burada gəlin. Sonra isə şəbəkə master klassı üçün yollandıq. İçəri belə görünür. Master klassa başlamadan öncə usta bizə şəbəkə haqqında və onun qurulması haqqında məlumat verir. Burada gördüyünüz alətlər şəbəkəni hazırlayarkən istifadə olunan alətlərdir. Hazırladığım şəbəkələr bunlardır. Master klassdan sonra isə yurd yaddaşı muzeyinə yollandıq. Ayaqqabılarım ayağımı çox incidirdi. Daha şəkilini ayaqyalın gəzməyə başladım. Bu arada qaralamaq üçün kölgədən kölgəyə qaçırdı. Bu kadrlarda gördüyünüz şəkidən olub Azərbaycanda ilklərə imza atanlardır. Dostlar, bu əşya nehrəyə çox bənzəyir, ancaq nehrə deyil. Bu əşyanı yerə qoyaraq istifadə edirdilər. Soyuq olmasın deyə. Bu hərdə at üçündür, bax üstünə işləməli. O vaxt Aleksandr Düma o kitabı aparanda 2 dənə də bu hərdən apardı. 300 put barama toxumu apardı.
Burada öğrendim ki Qaraçuraz çayı şəhəri iki hissəyə bölür. Çayın bir sahilində yaşayış yerləri, bir sahilində isə muzeylər və digər müəssisələr var. Dostlar, məndən sizə tövsiyə, əgər Şəkiyə gəlmisinizsə, ancaq gəzmək istədiyiniz yer çoxdursa və vaxtınız azdırsa, Yurd Yaddaşı muzeyinə gəlib bütün Şəkini 25 dəqiqə ərzində gəzmiş kimi olacaqsınız. Muzeyin həyətində həm istirahət edib, həm də çay içdik. Sonra isə yuxarı Karvansaraya gəldik. İndi də aşağı Karvansaraya gedirik. Dostlar, dünən muzeydə öyrənmişdim ki, qapılarda 2 dənə tıqqılatmaq üçün şey var. Onlardan biri qadınlar, biri kişilər üçün idi. Onların səsinə görə bilirdilər ki, gələn qadındır ya kişi. Aşağı Karvansaray bağlı olduğuna görə, həm də vaxtımız az olduğundan biz də getdik şirniyyat almağa. Şirniyyat aldıqdan sonra qalan azca vaxtımızda yenə çay içməyə getdik. Qısa olsa da çox əyləncəli gəzinti oldu. Gəzintiyə aparan anam və bizimlə birlikdə gələn Nurlanaya təşəkkür edirəm. Sonraki videolarda görüşərik.